Aha, deməli drop me olacaq məktəbə götürəndə, bəli. Dropped me, məni götürdü məktəbə, bəli. Və burada davam edirik. Deməli, məni məktəbə götürəndə, yəni məni məktəbə qoyanda, mən yaxşı hava-ruhiyyədə idim. Everything went as usual that morning. O səhər, hər şey adi getdi. The classes were boring and nothing exciting was happening. Dərslər darıxdırıcı idi və həyəcan verici heç nə baş vermirdi. At noon I went to the cafeteria for lunch. Günorta mən qəlyanaltı üçün yeməkxanaya getdim. While I was standing in line with my friend, again as usual, təkrar deyir. Ənənəvi olaraq həmişəki kimi mən dostumla cərgədə gözləyəndə, deməli həmişə dostumla cərgədə gözləyirəm mən yeməkxanada. I noticed that some of other students were excited about something. Mən digər şagirdlərin nəyisə bir şey haqqında həyəcanlandığını sezdim. Then a girl in line asked me if I had heard that someone had shot the president. Və cərgədə olan qız məndən prezidentin vurulduğunu, yəni kiminsə prezidenti vurduğunu eşidib eşitmədiyimi soruşdu. Soruşdu ki, mən bunu eşitmişəmmi? Mən bu xəbərə təəccübləndim. Yenə də mən bunu sadəcə kiçik bir yara olaraq zənn etdim, ehtimal etdim. Qəflətən deyir ki, yüksək bir səs gəldi. Bu səsdə prezidentin öldüyünü elan edən yüksək bir səs gəldi. Deməli, dropped me nə oldu? Məni məktəbə götürdü. Kimisə arası aparıb qoymaq, bəli, götürmək olar. İndi gəlin baxaq. Mətnə görə deyir, ilin bu vaxtı nə olur? Gəlin sonla gedək. Eydə deyir ki, hər şey adi davam edir. Bu, ilin bu vaxtı olan bir şey deyil. Bu şagird üçün gündəlik olan bir şeydir. Elə hər gün deyir, gedirəm, dərslər sıxıcıdır və s. Həyəcan verici heç nə baş vermir. Bu da onun üçün elə həmişədir. Bizdə this time deyir. Baxın, biz bu this time-ı tapmalıyıq. Deməli, D-da dərsləri deyir ki, darıxdırıcı hesab edir. Bu da həmişəyə aiddir. İlin bu vaxtına aiddir. Yaza, qışa, payıza hamısına aiddir. Adətən yaxşı hava-ruhiyyədə olur. Xeyr. Bu sadəcə həmin həftə deyir, hava qeyri-adi dərəcədə isti idi. Ona görə mən belə idim. Amma doğru cavabımız olacaq A variantı. Çünki hava adətən daha soyuq olur. Yəni ilin bu vaxtı deməli, weather olur colder. That time. Amma indi qeyri-adi dərəcədə nə idi? İsti idi. İlin bu vaxtı. Yəni ilin bu vaxtına aid olan budur. Digərləri gündəlik həmişə olanlardır. Sadəcə ilin bu vaxtı normalda olan hadisə indi dəyişmişdir. Gəlin baxaq 56-ya. Mətndən aydın olur ki, yazıcı cərgədə duranda söhbət etməyi sevir. Xeyr, o hər şey sıxıcı hesab edir. Hətta insanlar da. Həmişə deyir, yüksək səsə yeməkxanada böyük diqqət göstərir. Xeyr, həmişə yüksək səs olub-olmamaq da orada qeyd olunmur ki. Dərslərindən daha çox həyəcan verici şeylərlə maraqlanır. Xeyr, amma adətən deyir ki, yeməkxanada yemək üçün cərgədə gözləyir. Demək ki, olacaq cərgə, yenə mən sizin üçün burada qeyd edəcəm. Ki olacaq cərgə. Düzmü yazdım? Təsih yazdım. U-E, bəli. Beləcə. Elə D variantdır. Çünki mən bayaq sizə diqqət etmənizi istərdim. Deyir, as usual. I was standing in line with my friend again as usual. Bəli, while da var idi. D isə yanlışdır. Sinif hoşlanan yeməkliyimi dostu ilə gedir. Bu xəbərdə işlərək yazıcı deyir, nə edəcəyini bilmədi. Yazıcı əsəri danışan şəxsdir. O uşağın elə özüdür. Deməli, prezidentin ölümünü predict əvvəlcədən gözləməkdir. Bir dənə predict əvvəlcədən deməli gözləməkdir. Predict əvvəlcədən gözləmək. Amma bu gözləmirdi. O düşündü ki, bu yüngül bir yara ola bilər. Orada var idi, deməli. Slide, yüngül, səthi deməkdir. Bir də orada var idi. Nə var idi orada? Mən bir dənə baxım. Yenidən yadımdan çıxdı.
Minor, bəli, kiçik, bərabərdir minor. Kiçik yara. Mesela aşağı çəkək, deyəsən olmur. Kiçik. Gəlin buranı silim. Yeniden qeyd edim. Kiçik. Əhəmiyyətsiz. Belə olur. Bəli, elə düzgün cavabımız olur. Çünki fikirləşir ki, o kiçik bir yara ola bilərdi. İndi gəlin digərini oxuyaq. Like most people for many days, yes, I remained frightened of the laser, perceiving it as a deadly device capable of enormous destruction. Although the laser does have tremendous potential for destruction, my unreasonable fear of laser is fading. In recent years, scientists have found that the laser has a wide variety of applications, making it one of the most important inventions in the last quarter of a century for improving our quality of life. Əksər insanlar kimi uzun illər deyir ki, mən elə bir lazerdən qorxaraq qaldım. Hansı ki, bunun böyük bir dağıdıcı gücdə olan cihaz olduğunu düşünərək belə qaldım. Baxmayaraq ki, deyir, bunun güclü potensialı, dağıtma potensialı var. Lakin mənim səbəbsiz qorxum get-gedə solur. Deməli, fade solmaq deməkdir. Fade olacaq, deməli, solmaq. Elə bir buradan qeyd edim. Fade. Solmaq. Bir dəqiqə, qələmin ölçüsünü dəyişək. Solmaq. Amma burada deyir, mənim səbəbsiz qorxum solur. Solur deyir. Xeyr. Azalır. Bərabərdir. Deməli, is becoming less. Və yaxud decrease. Daha zəif yazdı. İndi deməli biz gedirdik hala. Bura, bəli. Deməli, yəni qorxum azaldı. Son illər deyir ki, alimlər deməli, lazerin çox geniş tətbiqlərə malik olduğunu tapıblar. Və bu insan həyatını inkişaf etdirmək üçün deyir ki, son 25 ildə quality of 4də 1 idi. Bir əsrdə 100 idi, 100-də 4də 1, 25 ildə. Ən vacib deyir, ixtiralardan biri olubdur lazer. Deməli, skəyət qorxmaqdır. Nəyə görə qorxur? Çünki bu böyük zərərə səbəb ola bilər ona görə. B-də deyir ki, inkişaf üçün vacibdir. Vacib olan bir şeydə niyə qorxsunlar ki? C-də deyir, çünki bunun geniş tətbiq müxtəliflikləri var. Xeyr, bu son illərdə ortaya çıxıbdır. D-də deyir ki, bunun enerjiyə çox ehtiyacı var. Xeyr, Y-də də deyir ki, fikirləşirlər ki, bu eksperiment kimi, daha doğrusu, bununla təcrübə aparmaq təhlükəli ola bilər. Xeyr, bu elə bir şey deyil. Yenə lazer deyir, elə bir ixtiradır ki, həm dağıdıcı ola bilər, yəni destruktiv, həm də konstruktiv, yəni faydalı ola bilər, məqsədindən asılıdır. Niyə digər variantlar səhvdir? Deyir, çünki hər kəsi qorxudur. Xeyr, çünki maraq buna azalıbdır. Maraq azalmayıbdır. O insanın qorxusu azalıbdır. Böyük dağılmaya səbəb olubdur. Xeyr, yəni ixtiralar adətən müsbət nəyisə səbəb olmalıdır ki, biz ona deyək ki, bu ixtiradır da, həyatımızı yüngülləşdirir. Düzdürmü? Buradan birbaşa mənfini vurğulayır. Y-də deyir ki, adətən həyat keyfiyyətimizi artırır. Amma iki cür ola bilir. Ona görə doğru cavab C-dir. Və burada deyir ki, yaxşı məqsədlər üçün istifadə olunduğunu görərək yazıçının qorxusu nə olur? Bayaq yazdığım kimi getdikcə azalır. Cavab olacaq Y variantı. İndi gəlin digər mətni oxuyaq. Biraz uzundur. Stress is important. Stress vacibdir. We all need a certain amount of it in order to lead fulfilling lives. Deyir, həyatımızı doldurmaq məqsədi ilə müəyyən qədər bizim stresə ehtiyacımız var. Baxmayaraq ki, əgər bizdə çox stres varsa, bunun əks təsiri ola bilər.
opposite effect, əks təsir. Bəzi insanlar deyir ki, digərlərindən daha, yəni stresin səviyyələrini daha yaxşı belə deyək də tolerate, yəni görməzdən gəlir, dözür ona. Amma əksəriyyətimiz həyatımızın bir hissəsində bundan əziyyət çəkirik. It is therefore a good idea to learn a few stress management techniques. Buna görə də bir neçə stres idarə etmə texnikası öyrənmək vacibdir. Identify the cause of the problem we have so that we can solve it more effectively is one of the first steps towards reducing stress. Deyək, problemin səbəbini müəyyənləşdirmək, deməli, müəyyənləşdirərək, belə ki, biz problemi daha effektiv həll edə bilərik və bu da elə bil ki, stresi azaltmaq üçün ilk addımlardan biridir. İkincisi deyir ki, inandığın, you can trust, inandığın, who will listen, kim ki səni dinləyəcək, ona danışmaqdır. Əgər vacibdirsə, deyir ki, sənə müsbət məsləhət verə bilər. Deyir, sadəcə içmək, çəkmək sağlamlığımıza zərərli deyil. Onlar adətən stresi azaltmaqdan daha çox artırır. Yəni, içki içmək, siqaret çəkmək sadəcə bizə fiziki olaraq ziyan vurmur, stresi də artırır. Belə ki, gələn vaxt deyirsən, dincəlmək istəyirsən və deməli, bir fincan şərab və yaxud fincan yox, daha doğrusu bir stəkan şərab və ya siqaret yerinə sən isti duş qəbul edə və ya gəzintiyə çıxa bilərsən. Walking has more than health benefits və gəzməyin deyir ki, elə bir ki, gəzmək, daha doğrusu walking has more than health benefits. Gəzməyin deyir, sağlamlıq üstünlüklərindən daha çoxdur və bu səni həmçinin daha aydın düşünməyə kömək edir. Sevimli ev heyvanıdır. Baxın, pets, məsələn, cat, dog, bunlar ola bilər. Deməli, sakitləşdirici təsiri var. Mümkün qədər səsi yox eləyir. Digər tərəfdən də, laughter is one of the best ways to make yourself feel considerably better. Laughter nədir? Gülüşdür. Gülüş də deyir ki, özünü rahat hiss etməyin belə deyək də, ən yaxşı olandan biridir. Deməli, mətnə görə tam bir həyat yaşamaq üçün hər kəsin həyatda müəyyən qədər stresə ehtiyacı var. Bəli. Burada deyir ki, hətta kiçik bir gülümsəmədə bütün stresi aparır. Xeyr, bütün stresi aparır demir. C-də deyir ki, sənin stresin varsa birbaşa psixiatristə getməlisən. Yox. D-da deyir ki, istənməyən ətraf mühit stres yaradır. Əslində doğrudan o mətndə yoxdur. Biz mətnə görə tapmalıyıq. Çünki müəllifə görə deyir, yəni mətnə görə. Y-də deyir ki, stresi yaşamaq mümkünsüzdür. Elə bir şey demir ki, stresi yaşamaq da mümkündür insanlar. Müəllif qeyd edir ki, stres idarə etmə texnikaları, deməli, onu tətbiq edənlərə hər kəsə yaxşı olacaq. Elə bir şey demədi. Bəzən işləməyə bilər, deyir. İnsanları özgüvənli hiss etməyə kömək edir. İçkini və siqareti aradan qaldırır. Bir də adətən problemin nə olduğunu və onu daha effektlə deməli, həll etməyi özündə əhatə edir. Bəli, doğru cavabımız B variantıdır. Çünki deyirdi ki, sən birinci problemin özünü tapmalısan ki, onu həll edə biləsən. Mətndə qeyd olunur ki, içmək və çəkmək deməli, elə B variantıdır. İsti duş və gəzməklə əvəz oluna bilər. Yəni, sən içki içmək, çəkmək yerinə qəşəng bir duş qəbul etsən, çıxıb gəzintiyə çıxsan, gəzsən, stresi azaldarsan.